Salam dostlar. Hamınız yeni YouTube videomuza hoş geldiniz. Bugün sizlerle beraber özümün elədiyi fındıqlı şokoladın dadına baxacağıq. Hadi o zaman videomuz Başlasın. şokolada kimidir? Sadece içini fındıq əzməsindən doldurmuşuq. Yaxşı. Fındıq əzməsindən daha dadlı olacağını düşünürük. Təzə buzluqdan çıxartmışıq deyə akışkan deyil, amma normalda akışkandır. Dadına baxaq. Biraz buz açılmalıdır. Buz dadı gəl. Benimki de böyle. Her zaman çikolatımız Çay. çayımız var. Çünkü duvar çikolatıyla elə bil çox çikolatlı olduğu için çay falan içirik həmişə. Ay dişim kırılır. Ne burada? Dostlar, siz daha da yaxına gətirmək istədik belə gördüyünüz kimi və yeyirik. Bir dəqiqə səsə baxın. Efsa, efsa. Dostlar, puanlamaya keçirik. Əminə neçə versən onun üzərinə? 10 üzerinden 10. Mən isə onların 10 ulduz verəm. Yəni bunun axışqanlığı, özünün dadlılığı, yəni əla bir şeydir. Yəni səsli falan hər şey əla. Dostlar, artıq bir videomuzun sonuna gəldik. Sizi çox sevirik. Özünüzə yaxşı baxın. Bye bye. Bye.